Postpartum depressiyanın qarşısının alınması. Körpənin ağlaması həqiqətən çox mənfi hisslərə səbəb ola bilər. Yorğun olduğunuz zaman onları idarə etmək olduqca çətindir. Valideynin real olacağına dair gözləntilərinizi saxlayın. Körpələr yalnız səhrayı və mavi fırfırlar, təbəssümlər və sevimli kiçik şeylər deyil. Gündə 24 saat asan iş deyil. Və yorulmaq, məyus olmaq, özünü nataman valideyn kimi hiss etmək, hətta uşaq əsəbləşmək, bunlar hamısı normaldır. Bu emosiyalar sizi pis valideyn etmir. Eləcə də bu emosiyaların olmaması sizi daha yaxşı valideyn etmir. Əgər hiss edirsinizsə ki, emosiyalarınız həddini aşır və özünüzü idarə edə bilmirsiniz, ən yaxşısı uşağı yerə qoyub bir neçə saniyəlik başqa otağa keçmək, sakitləşmək və nəfəs almaqdır. Qoy 1-2 dəqiqə ağlasın, bu təhlükəli deyil. Amma tükənmiş valideynin təsiri isə həqiqətən nəticələrə səbəb ola bilər. Belə vəziyyətlərin mümkün qədər az baş verməsi üçün ən yaxşısı odur ki, körpəyi qulluqda bir neçə böyüyə cəlb edəsiniz ki, bu yükü təkcə ana yox, ailənin digər üzvləri də paylaşsın. Əgər hər kəs biraz dincələ bilsə, bu çətin ayları keçirmək sizə xeyli asan olacaq.